Aqil bəy, peşəvərdə təndirdən oğurluq edən qadının deyil, onun məhkəməyə verən sahibkarın həbsini necə dəyərləndirməliyik? Dünyanın ədalətsizlik girdabında boğulduğu bir dövrdə Pakistanın Peşəvər şəhərində baş verən bu hadisə bütün dünyada vicdan və ədalət müzakirəsinə çevrilib. Bir ana, 3 ac uşaq və möhtac olduqları bir tikə çörək. Əri həyatını itirib, evdə günlərlə yemək olmayıb. Uşaqları ac qaldığı üçün qadın sonunda məcbur olub bir təndirdən çörək götürüb. Qadını döydülər, polisə təhvil verdilər, məhkəməyə çıxartdılar. Hakim isə qadının göz yaşlarına baxdı. Onun uşaqlarım 2 gündür acdır sözünü eşitdi və anladı ki, burada əsas günahkar çörək götürən ana deyil. Əsas günahkar insanı bir tikə çörəyə möhtac edənlərdir. Hakim qadına yox, ona zorakılıq edənlərə cəza verdi. Dövlət qurumlarına isə əmr etdi ki, həmin qadının və uşaqların dolanışığı təmin olunsun. Bax budur ədalət, bax budur dövlət. Ədalət yalnız qanunu tətbiq etmək deyil, insanın niyə o həddə çatdığını görə bilməkdir. Həzrət Ömərin əsrlər əvvəl dediyi söz bu gün də qiymətlidir. Əgər bir insan aclıqdan oğurluq edirsə, onu az buraxan idarəçilər də günahkardır. Dünyanın bu hadisəni danışmasının səbəbi də budur. Çünki insanlar artıq kasıbın qarşısında sərtləşən, gücünün qarşısında susan ədalətdən beziblər. Və unutmayaq, ədalət bir gün hamıya lazım olur və olacaq.